Azalın Qazaxıstanın Aktau limanı yaxınlığında qəzaya uğrayan təyyarəsində yaralanan Zakatala sakini Nurullah Siracov vəfat edib. Nurullah Siracov bugün səhər saatlarında yaşadığı evdə dünyasına dəyişib. Xatırladaq ki, Nurullah Siracov 2024-cü il dekabrın 25-də həyat yoldaşı ilə birgə Qroznada yaşayan oğlunun yanına gedirmiş. Qəza zamanı onların hər ikisi xəsarət alaraq xəstəxanaya yerləşdirilmişdilər. Məlumata görə Nurullah Siracov xərçəng xəstəliyindən əziyyət çəkirmiş. O, Azalın təyyarəsi ilə Qroznoya bu xəstəliklə bağlı əməliyyat olunmaq üçün gedirmiş. Lakin məlum hadisə səbəbindən Nurullah Siracov əməliyyat oluna bilmədi və xəsarət alaraq Bakıda xəstəxanaya yerləşdirildi. Nurullah Siracov aldığı xəsarətlərdən sağalsa da xərçəngdən xilas ola bilmədi.